biz birinci olacaqdan başqa çarə yoxdur. Risk götürməsən, gəlir əldə edə bilməsən. Bu dəqiqə bu sualın özü çox qərəzli sualdır. Poligraf komandası olaraq biz 1 milyard 600 min dollarlıq financial fraud'un qabağını almışıq artıq. Özümüzə inanın, əsas nöqtə budur. Salam, hər vaxtınız xeyir. Xoş gəlmisiniz. Həm bizim podkastda, həm Azərbaycana bilirəm ki, qısa vaxtda bizə də vaxt ayırmısınız. Mən sizi tanıyıram, izləyirəm, TKZ haqqınızda xoş xəbərlər paylaşıram. Amma istəyirəm ki, özünüz haqqında daha detallı məlumat verib bizə tanıdasınız. Salam, bir də xoş gördük. Detallı dedikdə buna məncə kifayət qədər vaxtımız olmaz, amma qısa olaraq mən Poligraf AI platformasının qurucusuyam. Texnologiya həvəskarıyam. Naxçıvanda doğulmuşam. Hazırda Austin, Texasda yaşayırıq. Poligrafın özü mərkəzi olaraq Austin, Texasdadır. Məncə kifayət edər bu qədər. Poligrafı dediniz, gəlin elə bunu poligrafla birləşdirək. Sizin bu səyahətiniz, bu təsisçi səyahətiniz necə başladı? Necə gəldi, test edib quruldu, poligrafa keçdi? Bu proses necə oldu? Ümumiyyətlə poligraf mənim 3-cü startupımdır. Bundan qabaq 2009-da bir exitimiz olub Hollandiyada. İkinci 2015 Seven Markets adında bir platformu qurmuşuq. Sonra bu Seven Markets olubdu. Seven Markets Group of Companies. 2020'nin sonlarına doğru bu Seven Markets'ı private equity'lərə satmışıq. İkinci exitimizi eləmişik. 2020-ci ildə də mən Austin'də, Texas'da, Amerikada sözün əsl mənasında ilişib qalmışam. Bu South by Southwest adında bir tədbir var. Fevralın 29'unda oraya Austin'e çatdım. Mart'ın səhvlərimiz 3 ya 4 idi ki, orada bizim çıxışımız olmalıydı. Nə bu çıxış oldu, nə tədbir oldu. Özünüz bilirsiniz, pandemiya və s. İlişib orada qaldıq. Bu müddətdə mən bir yaxın dostumla 100 milyon dollarlıq bir venture fond qurduq. Və eyni vaxtda da bu Seven Market satılır və s. Qısa müddətdə mən bu özümü investor kimi düzü görə bilmədim. Fondu qurduq, vəsaiti yığdıq. Üzərindən 2 həftə keçmişdi ki, mən ayrıldım fonddan. Hazırda o fondla heç bir əlaqəm yoxdur. Houston'da yerləşir, Sugarland'da. Fevralın 14'ü 2021'də Austin'də çox böyük qış şaxtası oldu. Texas deyəndə heç kəsin ağlına gəlmir ki, eyni ilə də mənim belə bir stereotipim var idi ki, istidir, səhralıq olmalıdır və s. Austin, Texas ümumiyyətlə meşəli idi. Səhralıq deyil. Və mənim bu maşınım tamamən sıradan çıxdı. Şlankların partlamağı və s. Təzə maşın və Nissan bunu force majeure olaraq qeyd elədi. Nissan deməyəydi, bu dealer deyək. Force majeure olaraq qiymətləndirdi. Və bunlar haqqında mən bir review yazdım. Yəni onların Nissan'la heç bir əlaqəsi olmayan bir platformada bir review yazdım. Bu yazdığım review'dan bir neçə gün sonra silinmişdi. Səbəb isə göstərdilər ki, bu bot review'sudur, hansısa avtomatik yazılmış və ya kopyalanmış bir şeydir. Və bir balaca da axtarış eləyəndən sonra gördüm ki, tək mən deyiləm. Bu insanlar həqiqi review'lar yazırlar, amma platformalarda senzura var. Sizlə başlayanda dediniz, bizdə senzura yoxdur. Platformada da senzuralar var. Misal üçün sən bir müştərin var, bunlar sənə aylıq 10 bin dollar ödəniş edirlər. Sən də review platformasısan, mənfi gələnləri qoymursan gəlsin. Sadəcə müsbətləri yığırsan ora. Buna da review deyilmir. Bu sadəcə olaraq, nə bilim, tərif də deyil. Bu frauddur, qısa olaraq. Və bunun içində bir dostum var, dostlaşdığım həmin müddətdə təzə Vignesh Karumbaya ilə danışıram. Hansı ki, hazırda Poligrafın məndən olan həm təsisçisidir.
Və belə bir qərara gəldik ki, biz özümüz kiçik for fun olaraq, yəni bu biznes deyil bu arada hələ ki, Tested Web adında bir platforma qururuq. Fake review'ları avtomatik olaraq göstərir, çıxarır bizə ki, bunlar fake'dir. Bunu elədik. Hətta Bakıdan da bizim 2-3 nəfər komandamız oldu burada. Bunu elədiyimiz zaman İnolentlə danışdım. O pandemiya vaxtı heç yerdən yer tapa bilmirik və s. Filis mən özüm də qalmışam orada. Özümüz üçün kiçik bir balaca otaq qurduq və bu platforma qısa zamanda sözün açıq mənasında məşhurlaşdı. Məşhurlaşmağına da səbəb Fox News var Amerikada. Fox News Austin specifically dəqiq olaraq deyək. Onlar bizlə danışmadan bizim haqqımızda bir xəbər yazırlar ki, Austin'dən olan bu startup, heç startup da deyil bu arada. Necə deyək, belə bir fake review'lara qarşı olaraq müharibəyə başlayıblar. Bunun ardınca bizim platforma çökür, insanların trafikin səbəbinə və s. Bunun ardınca biz investorlar mənim öz fərdi hesabıma pul göndərməyə başlayırlar və s. Və qısa desək 2023-ün mart ayında, fevral ayında biz qərara gəldik ki, fundraising eləyək. Mart ayının sonu üçündə biz 1.645.000 dollarlıq bir fundraising elədik. Bütün prezentasiya və s. hər biri Tested Web üzərinə. Amma arxada biz heç kəsə demirik ki, poliqraf qururuq. Vəsaiti yığan gününün səhərsi bütün investorlara e-mail göndərdik ki, biz Tested Web bağlayırıq. Səbəbi də poliqraf adında bir şirkət qururuq. İlkin başda investorlar təbii ki, heç də şad deyildilər də, belə deyək. Hissləri də oldu, məni təhdid edənlər oldu, məhkəməyə verəcək deyənlər belə oldu. Amma məhkəmə ilə təhdid edənlər və s. Hər birinin investisiyalarının bir neçə dəfə üstünü bu axırıncı fundraisingimizdə almışıq onlardan artıq və onlar bizdən deyirlər. Çünki bizi eləmək istədiyimizi düzgün başa düşməyiblər. Hazırda da yəqin ki, məncə Texasda da bu barədə xəbərimiz çıxıbdı. Axırıncı fundraisingimizdə düzü nə səbəbəsə publik olaraq 9 milyon yarım qeyd eləmişik. Həqiqətdə bu rəqəm 10 milyon dollardır tam olaraq fix. Onun da üzərinə 4 milyondan artıq bizim təzə investorlar, köhnə investorların investisiyalarını alırlar. Qısa desək 14-15 milyon ətrafındadır əslində bu rəqəm. Sizin bu danışdığınız səyahət journey çox maraqlıdır. Bəs indi poliqrafda vəziyyət necədir? Komandanız necə inkişaf eləyir? Kimlərdən ibarətdir? Hardadılar? Bayaq dediyim kimi poliqraf Austin, Texas şirkətidir. Biz mərkəzimiz Austin, Texasdadır. Hazırda bizim 3 ofisimiz var. Bir təbii ki HQ olaraq, mərkəz olaraq Austin'dir. 2 Washington DC. Burada bizim kiçik bir satış komandamız var. O ofis sadəcə satış üçün nəzərdə tutulubdur. Və bu bir tərəfdə də Bakıda bizim kiçik bir komanda qurmuşuq. Hazırda bu şirkətin qeydiyyat və s. məsələləri ilə məşğuluq. Düzü bürokratiya biraz çətin oldu. Mən burada yaşamayan biri olaraq şəxsiyyət vəsiqəsi və s. tələb olunur. Pasportla bir iş eləmək olmur. Orada da vəziyyət elə bir yerdə idi ki, mən bura gələ bilmirdim bu son 5 il ərzində. Buradakı komandada əsasən back-end, front-end, non-IP üzərinə fəaliyyət göstəririk. Komandada 26 nəfər komanda üzvümüz var hazırda, bugün olaraq. Engineering hissəsindən əksər komanda üzvü PhD-dilər AI/ML üzrə. Bunlar Azərbaycandan olan
komanda üzvləri PhD-lər Azərbaycandan olanlar. Əksəriyyəti Ada Universitetinin məzunlarıdır, belə deyə bilərəm. Buradan adaya salınlar bu arada. Bizim özümüzün adayla heç bir əməkdaşlığımız yoxdur hazırda. Poliqraf olaraq biz bir çox universitetlə daxili xarici əməkdaşlığımız var. Burada GW var. Hansı ki, bu Azərbaycanlılarla təsadüfi olaraq GW üzərindən tanış olmuşuq. George Washington Universiteti, Ada Universitetində onlarla ikili dual degree kontraktları var. Mən özüm NYU-da, New York Universitetində, Johns Hopkins'də, Virginia Tech'də, UC Berkeley'də və s. bunlarla çox yaxından əməkdaşlıq edirik bir çox hallarda. Əla. Azərbaycanda dediniz ki, bəzi məsələlərdə indi bürokratiya var. Bilirəm ki, komandanız Azərbaycandadır. Uzaqdan Azərbaycanda komandanın işləməyin hansı müsbət, hansı mənfi tərəfləri var? Ümumiyyətlə, komandanız burada hansı çətinlikləri çəkir və onlar üçün burada hansı şeylər daha rahatdır? Biz buradan olan freelancerlarımızı, bu arada buradan da deyəcəyəm, biz oradan bura freelancerlar götürmüşük, yəni. Ofis olmayıb deyəcəm bizdə. Düzdür, yer verməyə çalışmışıq bunların rahatçılığı üçün. Amma poliqraf olaraq biz veyinli olaraq necə deyək, freelancer engineerləri yığmışıq əsasən. İşlədiyimiz adamlar əsasən problemə bağlı adamlar oldular. Yəni bizim fix eləməyə çalışdığımız problemə. Sual olacaq ki, bu fix eləməyə çalışdığımız problem nədir? Poliqraf suni intellekt üzərinə işləyir və qısa desək, suni intellektin qorunmağı. Biz kiber təhlükəsizlik platformasıyıq və burada SLM-lərdən istifadə edirik. Small Language Model, AI modellərindən istifadə edirik ki, bunlar qısa desək, kiçik alətlərdirlər. Gələn hücumları və çıxan dataların qarşısını alırlar. Firewall deyə bilərik buna. İki tərəfli firewall olaraq. AI aplikasiyaları üçün iki tərəfli firewall. Komanda üzvlərimizin hər biri burada və ABŞ-da olanlar bizimlə eyni fikirdədirlər ki, AI hər kəs tərəfindən istifadə olunmalıdır. Amma eyni vaxtda da AI-da böyük risk faktorları var ki, bunları heç kəs görə bilmir. Və bunun üçün bizim artıq bu daxildən olan dumanımıza dönübdür bu şey. Dünən də bizim belə bir tədbirimiz oldu, Qafqaz Ventures və s. komandası ilə. Onlara belə bir yanaşma qoydum. Komanda daxilində fikirləşin bu pressure cooker bilirsiniz də nədir? Qapağı bağlanır, içərisinə o təzyiqlə pişirir yeməyi. Bəli. Bir var onu qoyaq, bir də var adi bir qazan qoyaq. İçinə eyni miqdarda su qoyuruq və hər ikisini 1 saat qaynamağa qoyuruq. 1 saatın sonunda üstü açıq o qazan, içində heç nə olmayacaqdır. Uçub gedəcəkdir. Eyni istiliklə başlayıblar, eyni məbləğlə başlayıblar. Amma bu biri daxilindən yanan, daxilindən təzyiqə düşən adam deyək, qazan deyək, qoyduğun qədər də demək olar ki, su olduğu kimi qalacaqdır və bu daha təhlükəli, daha ciddi, daha asan pişirən bir nöqtəyə dönəcək. Bu founder məsələsi də, ilkin seçdiyin komanda məsələsi də bu pressure cook olmalıdır. Yəni, komanda sadəcə mən maaş üçün deyil, mən kiçik bir nəsə eləyim deyil də, biz birinci olacaqdan başqa çarə yoxdur. Üçün işləməlidir. Bizim komandada bu cür olubdur. Yəni, eləmək düzü o qədər asan olmayıbdır. Biz ilk başlayanda uşaqlardan bir çoxu niyə belə edirik, nə üçün 18 saat işləməliyik? Bəzi hallarda bizim mən İnnolanddən o vaxt xahiş eləmişdim, bizə bir kiçik yer vermişdilər. İnnolandın qapısını bağlayıb getmişdilər. Bizim uşaqlar orada yatırdı, dururdu. Kiçik bir dənə deadline'ımız vardı, onu çatdırmaq üçün. Bu da heç kəs
özü üçün air mattress alıb gəlib orada yatmayacaqdı. Əgər daxildən bu qaynaması yoxdursa. Biz əsasən bu team culture-a fokuslanmışıq. Hazırda da mənim komanda olaraq ən sevdiyim odur ki, bir çox hallarda problemi özüm görməsəm belə daxildən komanda üzvləri öz aralarında bunu tapırlar. Fix eləyirlər. Ondan sonra mənim bir çox hallarda xəbərim olur ki, bəs belə bir problemimiz vardı. Onu artıq fix eləmişik. Deploy da artıq hazırdır. Belə. Əla, belə başa düşürəm ki, Azərbaycanda kifayət qədər talantlar var və bunlar qlobal miqyaslı startapda işləyəcək potensiallı şəxslərdir, həm də gənclərdir. Mən sizin komanda üzvlərinizi çoxsunu görmüşəm, tanıyıram. İnanəntdə də gözümün qarşısında olub görmüşəm o uşaqlar ki, həm əzmlə çalışırlar, həm gəncdirlər. Bildiyim qədərlə komandada orta yaş 25 yaş olmaq, 23-25 arası. 23-25 arası. Çox gözəldir. Bəs hazırda indi biz poliqrafdan danışdıq, startapdan, komandadan danışdıq. Ümumiyyətlə siz süni intellektin müəyyən təhdidlərindən də danışdınız. Bu təhdidlər deyəndə biz nəyi nəzərdə tuturuq? Bunun üçün gərək biz xüsusi bir webinar hazırlayaq. Əsasən bu 4 saat, 5 saat çəkir. Qısa olaraq birinci desək, Google sizin nə xoşladığınızı bilirdi, nə istədiyinizi bilirdi. Süni intellekt bunun necə istədiyinizi, nə cür alacağınızı, necə istifadə edəcəyinizi bilir. Qısa desək, hər şeyi gizlətsəz belə siqnallar vasitəsilə sizin həyatınız artıq map olur, xəritəsi çıxarılır. Bunun özü böyük bir təhdiddir. Kiçik fərd üçün ola bilər bu lazımlı olmasın, amma fikirləşin, regulated olanlar, maliyyə şirkətləri olsun, tibbi şirkətlər olsun, dövlət, müdafiə sənayesi və s. Bunlar bu cür təhdidə açıq deyirlər. Bunlar AI-yi istifadə eləməməyi, istifadə edib belə bir təhdidin bir dənəsini açıq qoymaqdan daha üstün tuturlar. Poliqraf olaraq bizdə hazırda 17 dənə SLM-imiz var. Misal desək, Secret Marker adında olan bizim SLM 160 megabaytlıq bir kiçik bir AI süni intellektdir. Bu məhsul, bu AI yalnız RAM və CPU üzərinə işləyir. Və məxfi dataları tapır, bunları anonimləşdirir, redakt eləyir və ya dəyişdirir. Eyni vaxtda da dəyişilmiş dataları təzədən yerinə qoya bilir. İstifadəçinin istifadə elədiyi kompüterdə. Edge device deyilir buna. Bu məhsulun özü, əgər baxsaq, Microsoft'un Purview-su ilə müqayisə etdikdə 70%-əcən daxili və xarici testlərdə daha yaxşı nəticə verir. Purview bir neçə gigabayt olan böyük bir modeldir. Səhv eləmirəmsə 15 gigabayt ətrafındadır. Bu rəqəmi səhv eləmiş ola bilərəm. Və bir neçə GPU üzərinə işləyir. Və fikirləşin, kiçik bir şey o qədər nəhəng bir məhsulla müqayisədə daha yaxşı və kiçik yaxşılıq 1-2% deyil. Bu rəqəm 17-70% arasında dəyişir. Daha yaxşı nəticə verir. Və məxfi məlumatı qorumaq burada yalnız bir hissəsidir. İkinci nöqtə var. Misal üçün, bir çox şirkət OCR üzərinə məxfi məlumatları oxuyur, tapdı və salam. Amma OCR-lar vision modellər olduğu üçün, gördüyünü oxuya bildiyi üçün, invisible textləri, yəni görünməyən, fikirləşin, ağ bir background var. Bunun üzərinə ağ bir text yazırsan, OCR bunu oxuya bilmir bir çox halda. Əksər vaxtlarda oxuya bilmir. Poliqrafın invisible text detektoru bunları belə oxuyur, onların içərisindən məxfi məlumatları tapır, silir. Dil nöqtəsinə gələk. Böyük bir müdafiə şirkəti bu il mənə belə bir təklif elədi ki, təklif deyəndə göstəriş, demo. Eləyir ki, dünyanın ən güvənli süni intellektini hazırlamışıq müdafiə sənayesi üçün.
Və fikirləşin bunu 5 dəqiqə içərisində gizlətdikləri məlumatı əldə edirik. Bunu necə eləyirik? Yaqub gedir, bir neçə dil bilirik. Azərbaycan dili var burada, türk dili var, ispan və s. Türk dilində yazdım bura ki, gizlətdikləri məlumat haqqında. AI da mənə türk dilində cavab verdi o mövzuda. Dilin qorunmağı bu kimi problemləri aradan qaldırır. Və digər tərəfdən problemlərdən ən böyüyü də AI-in hallucination məsələsidir. Yəni AI bilmirəm deyə bilmir, özündən uydurmalar eləyir bir çox hallarda. Hətta reasoning modellərdə belə bu hazırda olur. Poliqraf yenə nə edir? AI tərəfindən məlumat gəlibsə bu AI olub olmadığını deepfake və s. də göstəririk. Amma eyni vaxtda da bu məlumatı oxuyur, referansları düzgün olub olmadığını yoxlayır, veb saytları və s. yoxlayır və sənə skor verir ki, inanımlılığı nə qədərdir. Yəni biz gedən məlumatları qoruyuruq, gələn risklərin qarşısını alırıq. Qısacası. Başa düşdüm. Çox detallı danışdınız. Həm də belə başa düşürəm ki, sizin qlobal miqyasda yaxşı, böyük müştəriləriniz də var, əməkdaşlıqlarınız da var. Siz Azərbaycanda yaşamısınız, burada komandanız da var. İndi Amerikadasınız. Azərbaycan startap ekosistemi necə dəyərləndirirsiniz? İnnovasiya ekosistemi necə dəyərləndirirsiniz? Bilirəm ki, dünənki tədbirdə burada internetdə problem var əslində. İnternetin sürəti kifayət qədər deyil. Bu əslində texniki bir məsələdir. Bilmək istəyirəm, burada gördüyünüz çətinliklər nələrdir? Çətinlik deməyək, belə bir şey deyək. Yəni dünənki tədbirdə özünüzdür. Bizlə bir yerdəydiniz. Orada dediyimin eynisini təkrar edəcəm burada. Ən böyük problem fokus problemidir. Founderlar təbii ki, insanlar yemək yeməlidirlər. Amma founderlar işi görürlər fundraising üçün. Mən çox üzr istəyirəm, bilirəm founder olmaq dostlar çətindir. Amma fundraising üçün eləyin. Çox əsas nöqtə bu olmalıdır ki, fundraising üçün elədiyim zamanda da böyük bir, səni içdən yandıran bir problemin üzərində işləməlisən ki, fundraising olmasa bundan əl çəkə bilməyəsən. Birinci o nöqtədir. İkinci nöqtə komanda üzvlərinin yenə hər şeyi maaş üzərinə qurmaq məsələsi var. 3 nəfər, 5 nəfər bir araya gəlib fundraising-siz nəsə eləməyi, yəni işlərini buraxıb buna fokus olmağa 1 ay, 5 ay, 1 il risk götürməyə qorxurlar. Dostlar, yenə risksiz pul xərcləməsən, pul qazana bilmərsən. Risk götürməsən, gəlir əldə edə bilmərsən. Bu lazımdır. Texniki tərəfə də baxsaq, mən iddia var burada. Onlarla bir çox gözəl görüşlərimiz olubdur. Təzə komanda ilə düzü o qədər yaxın və ya uzaq əlaqəmiz yoxdur. Köhnə iddia komandası məncə Azərbaycan ekosisteminin qurulması üçün çox əllərindən gələn böyük şeylər ediblər. Hazırda da az-çox bunun bəhrəsini görürük. Mən xarici deyirəm. Yəni birinci dəfə TechCrunch olsun və s. olsun, orada Azərbaycanlı startupların özlərinin yerinin tutulması və s. Bu kimi gözəl layihələr olublar. Hətta bizim özümüzü oraya dəvət ediblər. Hazırki iddia komandası, misal üçün 2 həftə bundan qabaq bizi dəvət elədi. Take Off İstanbul'a və s. İstanbul olsun, nə bilim Avropa və s. olsun, məncə bunların heç bir əhəmiyyəti yoxdur. Qısacası pul itkisidirlər bunlar. Ölkə üçün o qədər də gəliri, lazımiyyəti olmayan bölümlərdirlər. Məncə ABŞ startupların Məkkəsidir. Yəni ora startuplar sitayiş eləyirlər qısacası. ABŞ-a fokus olmaq lazımdır. Gələk ikinci nöqtəyə, ümumiyyətlə burada olan bütün ekosistemin fokusu
up eləməyə gəlib çıxıbdır. Yəni pre-seed-ə yönəlibdir. Amma gələk misal üçün poliqrafa. Əgər mənə kimsə deyər ki, poliqrafa necə kömək eləyək? Biz artıq scale-up-a keçirik, düzdür? Və poliqraf yeganə scale-up deyil, bir çox ən azından 3 dənə mən scale-up tanıyıram Azərbaycanlı founder tərəfindən. Bunlar böyük, daha təkmilləşdirilmiş tədbirlərdə olmalıdırlar. Misal üçün poliqraf indiyə qədər RSA deyilən bir tədbir var. Dünyanın ən böyük cyber security tədbiridir. Heç bir Azərbaycanlı şirkət və ya Azərbaycanlı founder tərəfindən qurulmuş şirkət orada iştirak eləməyibdir. Siz iştirak eləmişsiniz. Biz bu il fokus eləmişik ki, onda iştirak eləyək misal üçün. Nəinki iştirak eləyək, onun qalibi olmaq lazımdır bizim üçün. Bu artıq startup pre-seed deyil də Series A və üzərində olan fokuslar üçündür. Bu sadəcə bir nümunədir. Misal üçün bir başqası var hüquq sahəsində. Hüquq sahəsinin scale-up'ında olan nöqtələrə fokuslanmalıyıq ki, çünki bunu eləməsək, biz investorların nəzərini artıq ölkəyə çəkə bilmirik. Qazaxstanda olan o bir unicorn hazırda Qazaxstana 2-3 milyardın üzərində investisiya gətiribdir. Bir dənə unicorn. Biz ölkə olaraq milyonlarla pul xərcləyirik və artıq bet eləməyin vaxtıdır. Yəni nəyəsə fokus olmağın vaxtı gəlib çatıbdır. Bir də təkrar edirəm, mən sadəcə poliqrafı demirəm. 3 dənə, 4 dənə bu scale-up nöqtəsinə gəlmiş fokuslar var. Bunların reklamı olsun, bunların qlobal, daxili, xarici fokuslanmaları və s. olsun ki, həm xarici investorları gətirək. Azərbaycanlı investorların, necə ki, özünüz burada inanmayaraq deyirsiniz ki, görünən odur ki, burada talant var. Təbii ki, talant var. 8-10 milyonluq əhalimiz var. 10 milyonun içərisində təbii ki, heç olmasa 10 min nəfər çox gözəl, talantlı texniki komanda üzvünü yığmaq olar. Amma onları təkcə yığmaqla da iş bitmir. Bir araya gətirmək lazımdır. Community-ni düzgün qurmaq lazımdır. Amma hər biri də aşağı səviyyəli, bu aşağı səviyyəli dediyimiz startup'ın pre-seed'ini, seed'ini, series-ini və stage-ini nəzərdə tuturam. Hər biri o ən aşağı səviyyədə olan stage-i eləmək düzgün deyil. Artıq vaxt gəlibdir ki, biz Series A və yuxarı olan community-ni quraq. Burada və xarici. Bunu necə eləyək sizcə? Bilmirəm. Sözün əsl mənasında bunu bilmirəm. Mən community-ci deyiləm, marketingçi deyiləm. Çünki Azərbaycanda biz belə bir Azərbaycan innovasiya ekosistemində deyək, Azərbaycan mühitində deyək, belə bir şey görmüşük ki, insanlar müəyyən qədər bir yerdə çalışırlar, oradan yaxşı maaş alırlar və komfort zonaya keçirlər, artıq oradan çıxmaq istəmirlər. Baxsaq görərik ki, bir çox böyük banklarda işləyirlər, və yaxud da hansı holdinglərdə, bir neçə holdingdə işləyirlər, və yaxud da dövlət qurumu hansısa bir təşkilatında işləyirlər. Oradan yaxşı gəlirləri olur, maaşları onlara kifayət eləyir və onlar artıq öz bacaracaqları işi görmək istəmirlər. Nə baxımdan çıxıb yaxşı startup qura bilərlər, problemi də görürlər, buna təcrübələri də var, buna bilikləri də var, bacarıqları da var, amma komfort zonadan çıxa bilmirlər. Buna görə də mən düşünürəm ki, bu proses... Mən belə bir sözüm var, bəlkə də güləcəksiniz buna. Heç kəs pulsuz yeməyə yox demək istəmir. Heç kəs pulsuz içkiyə yox demək istəmir. Networking o yaxşı belə səviyyəli olan networkingə heç kəs yox deməyəcəkdir. Əgər biz burada Pythonçuların bir communitysini qurmaq istəyiriksə, bir çox həm şirkətlər olsun, dövlət qurumları və s. olsun, bunların büdcələri var hazırda. Ayda 3000 manat xərcləmək elə də çətin bir məsələ deyil. Hər ay, belə deyək, Pythonçuların görüşü təşkil olunur. İstədiyin qədər içki olur və s.
Elə bir sakit bir yer olmalıdır. Necə ki biz burada sakit bir yer ki insanlar bir-biri ilə danışa bilsinlər. Və burada rəqəmlərdən söhbət getməməlidir. Maksimum 40 nəfər. Səbəb nədir? Biz özümüz eləyirik aslında misal üçün. 40 nəfərin üzərinə keçəndə digərlərinin hər birinə yox deyirsən, artıq maraq yaranır ki, mən nə üçün ora gedə bilmədim? Limitli olan hər bir şeyin qiyməti daha çox olur. Fikirləşin, indi banklarda olan Pythonçılar var. 40 dənəsi gəlibdir, digərlərinə yeri olmur. Ya bunlar fikirləşəcəklər, başqaları daxildə deyəcək ki, sən nə üçün ora gedə bilmədin? Sənin keyfiyyətin o birilərdən aşağıdır, yoxsa necə? Bu cür elədiyimiz müddətdə artıq tələbatı daxildən yaratmış oluruq. Supply-demand məsələsi var ki, siz demandı burada saxlamısınız. Supply aşağıdadır. Bu ortada olan 80% var ki, bir yolunu tapıb bura gəlmək istəyəcəklər. Məncə ən asan yollardan biri bu olmalıdır. Bəli, community çox vacibdir. Bizim əvvəl təşkil elədiyimiz, indi təşkil elədiyimiz DevOps tədbirlərində biz bunu həmişə görürük. İnsanlar bir-birindən çox yaxşı əlaqə keçirlər, müzakirə edirlər, yeni tanışlıqlar qururlar və bir-birlərini update edirlər də belə deyək. Sizin bu sizə çoxlu suallar verildi. Bəziləri də görülür ki, auditoriyun əksəriyyəti gənclərdir. O gənclərin də bir artıq solopreneur anlayışları meydana çıxır. Mən ötən bölümümüzdə də bu barədə danışırdım. Siz bu barədə nə düşünürsünüz? Yəni Azərbaycanda onu qura bilərlər. Çünki AI artıq çox sürətli toollar təqdim edir. Yəni no-code toollar var, dizayn üçün var, marketinq üçün var. Hər şey demək olar ki, var. Əvvəlki dövrlərdə isə təsisçilərdən VC-lər həmişə, investorlar həmişə minimum 2 təsisçi tələb edirdi. Belə bir anlayış var. Bu itir yoxsa hələ də davam edir? Çünki siz Amerikadasınız. Bunu bizdən daha yaxşı görürsünüz orada. Bax, bu dəqiqə bu sualın özü çox qərəzli sualdır. Deyə bilərsiniz ki, Yaqub nə üçün? Bunu amma senzur eləməyəydi. Söz vermişim. Necə var? Nə üçün deyirik? Yenə də investora fokus olmuş sual verirsiniz hazırda. Investor, bəzi problemlər var ki, bir nəfər bunu 100 nəfərdən daha asan, daha rahatlıqla eləyir. Razıyam. Əgər elə bir kiçik problemdirsə, kiçik və iri miqyaslı, yəni kiçik onu həll eləmək asandır və ya bir nəfər həll eləyə bilər. Miqyası da 100 minə, 50 minə, 1 milyon insana çata bilir. Bu cür eləyib birinci təcrübə toplamaq lazımdır. Mən gəlim poliqrafı qurmaq istəyirəm deyim. Heç bir təcrübəm yoxdur. İnvestora gedirəm ki, mən AI-ın kiber təhlükəsizliyini eləyəcəm. Sual verir ki, təcrübən nədir? Deyəcəm ki, heç nə. Sizcə mən investordan nəsə götürə bilərəm burada? Təbii ki, yox. Amma digər tərəfdən gəlirəm ki, bax, poliqraf komandası olaraq biz 1 milyard 600 min dollarlıq financial fraud'un qabağını almışıq artıq. Təcrübəmiz var. Komanda olaraq biz müxtəlif fiziki təhlükələrin qabağını almışıq. Compliance risklərinin qarşısını almışıq və s. Bunda bu sahədə bizim bu qədər təcrübəmiz var. Burada təbii ki, investor da özü gələcək. Hətta başlanğıcda mən dedim ki, sizə biz TestWeb'in özünü belə elədiyimiz vaxtı biznes üçün eləməmişik, for fun eləmişik, amma hətta komanda olaraq mən öz pulumu da xərcləmişəm. Bu işə dibdən, könüldən bağlı olmuşuq. Ondan sonra bizə investorlar özləri gəliblər. İnvestisiya özü natural olmalıdır, təbii olmalıdır ki, işin o qədər qaydasını salmırsan ki, sənin özünə gəlirlər, maraq göstərirlər. Gələk indi solopreneur-ə. Solopreneur məsləhətli təbii ki, deyil. Onsuz da yuxarıya gedən yol çox tənha bir yoldur. Və heç bir ağlı başında olan insan əslində founder olmamalıdır. Çox dəli bir adam olmalısan sən ki, sən founder olasan. Çünki gözünü almalısan ki, dünən dediyimiz kimi aylarla cup noodle yeyəcəksən.
piyada gedəcəksən ki, yola verdiyin o 40 qəpiyin kiminsə maaşını əlavə edə biləsən və s. Nə bilim, bunu eləmək üçün də hər kəsin staminası çatmır. Düzdür? Düzdür. Və fikirləşək ki, indi gəlmirsən bunu solopreneur olaraq eləyirsən. Adam dəli olur. Və ya give up eləyəcəksən. Və burada ikinci ən böyük məqam var. Bunu görmürsünüz. Çox təəssüf ki. Əgər sən öz fikrini bir başqa dostuva satıb, özünə tərəfkeş tapa bilmirsənsə, bu məhsulu necə 100 minlərə satacaqsan? Düzdür. Əsas məsələ budur. Düzdür. Çox maraqlı, fərqli yanaşmalar deyirsiniz, bildirirsiniz. Razıyam sizinlə. Mən çalışıram öz fikrimi çox bildirməyim, amma dedikləriniz... Gəlin burada müzakirə eləyə istəyirsiniz. Yəni bu sual-cavab deyil də, mənə maraqlıdır həqiqətən ki, mən biraz qısqanc insanam. Necə qısqanc insanam? Belə bir şeyim var ki, mən dünyaya yeyib içmək üçün gəldiyimi qəbullana bilmirəm. Yəni, mən bu dünyaya gəlmişəm ki, özümdən böyük nəsə bir şey eləyim. Məsələ budur. Və irq, din və s. məsələləri mənim üçün o qədər maraqlı olmasa belə, çox hissənirəm ki, mən ABŞ-da yaşayıram da, düzdür. Nə üçün mənə desinlər ki, Azərbaycan deyəndə bilmirəm hardadır. Orada texnologiya var. Orada talant var. Bu məni həqiqətən incidən bir nöqtədir. Yəni, daxildən incidir bu. Mən bir də təkrar edirəm, elədiyimiz işlər hər biri ABŞ mərkəzlidir. Amma yenə də mən bu ölkə üçün nə edə bilərəm? Onun üçün 3 gündür buradayım. 3 günlük gəlmişəm bura. 3 günün hər günündə hər hansısa bir belə tədbir olsun, intervyu olsun, hər birinə əlimdən gələni eləyirəm ki, qoşulum. Biz burada müştərimiz yoxdur, Azərbaycanda satış eləmirik, Azərbaycanla bağlı hələ ki, heç bir planımız yoxdur. Elə eləməyi lazımdır ki, biz bu öyrənmək istəyirəm hazırda ki, bu ekosistemi necə gətirək bir ərsəyə ki, həm mən özümə talant yığmış olum. Bu İngilis dilində belə bir söz var, that's my evil plan. Right. Əgər bunu mən düzgün ərsəyə gətirə bilsəm, burada özümüz üçün yaxşı talant yığacağıq. Necə ki, PayPal Mafia deyilən bir şey var, yəqin ki, eşitmisiniz. Əvvəl-axır mənə çox şad olaram ki, poliqrafın ilkin inginerlərin qurduğu yüzlərlə, onlarla müvəffəq şirkətlər ortaya çıxsın. Bu mənim ən böyük, necə deyərlər, nailiyyətim olar. Və bunu necə eləyə bilərik? Bunu eləmək üçün mən düşünürəm ki, biz Azərbaycanda çox çalışmalıyıq. Bizim insanlar, bizim gənclər, bizim şagirdlər, tələbələr hamı çox çalışmalıdır. Məsələn, biz bazar günü burada əyləşmişik, bunu danışırıq, bunu müzakirə edirik. Buradan çıxandan sonra gecə mən gedəcəm, bunu redaktə edəcəm. Sabah günün birinci yarısı biz bunu yayımlayacağıq. Bütün bunlar mən düşünürəm ki, bir nəticəyə gəlir, çıxır. Amma ekosistemdə biz təəssüf ki, bunu çox da görmürük. Amma yanğın da bir qığılcımla başlayır da. Yəni, burada əslində mənim məqsədim özümü tərifləmək yox, nümunə olaraq bildirməkdir ki, bu belə olmalıdır. Çünki mən getdiyim bütün ölkələrdə, Amerika, San Fransiskoda olsun, Avropada olsun, Avropadan bu nisbətən azdır. Avropada yoxdur deyə. Amma görmüşəm ki, hamısı işləyir, çox işləyirlər. Danışdığım bütün uğurlu Azərbaycanlı təsisçilər, uğurlu şəxslər hamısı işləməklə bunu əldə ediblər. Amma full focus işləməklə. Yəni, saat 6-dan sonra işləməklə yox. Çünki saat 6-ya qədər bir işdə işləyib, sonra gedib startup qurmaq bilirik ki, mümkün deyil. Mən bizim ölkənin ancaq və ancaq çox işləməyinə, fokus olub düz işləməyinə inanıram ki, bunu eləsək uğurlu olarıq.
İngilis dilində belə bir vulqar söz var. Deyir, if you are doing something half-ass, you're gonna get half result. Ona görə hər şeyi günün yarısını eləyəndə yarımçıqda nəticə alacaqsan. Yolun yarısına çatanda yolun sonuna çatmış olmur. Ona görə bayaq dediyimiz riskə gəlirik, düzdür? Bəli. Və səni daxildən nə incidir? Səhər 5-də, 6-da yuxudan durmağı var və yuxudan yenə gün başladı deyə yuxudan durmaq deyil də getdik məqsədli durmağı və nə kömək eləyəcəkdir. Məncə dəyişiklik çox çətindir. Dəyişiklik asan deyil. Biz 20 il bundan qabaq baxsaq, mən düzü sevinirəm bu dəqiqə burada ki, hazırda biz 20 il bundan qabaq da baxdıqda IT sahəsində çalışıram deyəndə deyirlər, mənim kompüterimi düzəldə bilərsən. Bəli. Amma artıq burada mən danışıram, görürəm. Nə bilim, dövlət proqramları yazanlarımız var, maliyyə proqramları yazanlarımız var, tibbi proqramlar, AI, süni intellekt. Və bunun üçün bəzi universitetlərin özündə yaxşı, gözəl kadrlar yetişir yavaş-yavaş. Bir də mən təkrar eləyirəm, ADA Universiteti. Bu çox belə gözəl addım atıblar ki, bu GW ilə və s. ilə dual proqramlar var. Həqiqi dual proqramlardır. Bunlar yalancı deyirlər. Amma bir dənə yaxşı onu istəyirəm mən bu proqramlardan ki, gedən adamların bir balaca vaxtını uzatsalar, orada OPT deyilən bir bölüm var. OPT-yə uşaqlar düşsünlər, orada heç olmasa internship keçib gələ bilsinlər. Yəni bunu eləmişik dövlət olaraq. Məncə dövlətin büdcəsindən çıxır bunlar bu arada. Səhv ola bilərəm. Əgər 60 nəfər göndəririksə xaricə, bunların 10 nəfəri belə geri qayıtsa olar. Hamısı qayıtmağına ehtiyac yoxdur. 10 nəfəri qayıtsın, 50 nəfər orada bizim üçün lobby qursunlar. Ölkə olaraq bizim böyük nailiyyətimiz olur. Bəli. Bu 50 nəfər oradan artıq ölkəyə həm pul da göndərəcəklər. Ölkəyə xarici kapital gəlir. Yaqub kimi və s. kimi bura gəldikdə buradakıların böyüməyinə və s. də kömək eləyəcəklər. Burada fikir ortada puzzle-da bir dənə, iki dənə balaca nəsə itibdir. Biz onu tapmalıyıq. Məncə aura olsun, vəziyyət o qədər də mənfi deyil. Əslində çox gözəl vəziyyətimiz var hazırda. Sadəcə bu ortada olan 2-3 dənə itmiş puzzle piece var. O hardadır onu tapa bilməliyik. Bəli, tapsaq güzel, yaxşı olar. Yaqub bəy, çox sağ olun. Gəldiniz, iştirak elədiniz. Mənim əslində sualım odur ki, tövsiyələriniz nələr olar? Amma belə başa düşdüm ki, siz belə gördüm ki, hər danışığınızda müəyyən bir tövsiyələr dediniz, bildirdiniz. Bundan əlavə olaraq yenə də hər hansısa bir tövsiyələriniz varsa ki, bizi dinləyənlərin arasında startup qurmaq istəyən şəxslər də var, yeni təhsil alanlar da var, tələbələr də var. Sizin bu barədə tövsiyələriniz nələrdir? Özünüzə inanın, əsas nöqtə budur. Və ətrafınızdakilara kömək eləyə bilmirsinizsə, heç olmasa eləyə bilərsən deyin ki, onlar eləməyə meyilli olsunlar. Founder olmaq çox çətindir. Çətin yola girənlərə kömək olmaq lazımdır. Və köməkliyi də pulla, fiziki olaraq nəyinsə deyil, bir çox hallarda sözlə olur. Good job, sən əlasan, irəli, hücum, bu kimi şeylər founderların əzmlərinə kömək olurlar. Onlar qırılan vaxtda qabağa getməyinə çalışırlar. Əgər bildiyiniz founderlar varsa, onlara bir balaca dəstək olun. Mütləq. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Sağ olsun.